Herkese salam değerli izleyicilerimiz, ben Hüseyin Yahiyev. Bugün sizlerle bir yerde Neftçala vloguna başlayırıq dostlar. Getdik. Geldik ki, maşına bir dənə hava qoyduraq. Arxa təkər, qabaq təkər, 4 dənə təkərin havasını yoxladıq, görək necədir. Bu arada çift qayıtla edirəm çəkişi. Bu deməli bizim bu yola çıxdığımız maşın nə maşındır? Volkswagen Golf'dur, köhnə model bir dənə. Qabaqdan görünüşü də belədir bu formada. Hə, çəkil o üzə. Dodağa baxı. Onun yarısıdır, ona qalıbdır. Hələ buradayıq biz. Ağa elə sür. 020. Sür qaqaş. Bax deməli 90-lıq yol gedirik biz, 90-dan. Traba bir dənə arxadan necə yar. Bayaqdan arxadan miqat elə ki yol ver. Neçə ilə getmək istəyirəm oğlu? Deməli gəldik marketə, bir şey alaq, yolumuzu davam edelim. Kəpkama neçə puan verirsiniz 10 üstündən? Mən özüm adımdan deyirəm, 10 üstündən 8 verərəm. Qardaş, burada video çəkmək olmaz. Qardaş, qızla keçmək olmaz, ekmək. Deməli Neftçalıdayıq millət. Bir dənə də olsun deməli mərifətli, yəni işıq yandıran yer yoxdur. Adiyyatda şey yoxdur. Allah haqqı. Pısıllıq deyə buralar əməlli başdır. Bir dənə təzə bir dənə tema öyrənmişik. Deməli qabaqdan gələn maşınlar danlərini söndürməyəndə biz də danlatanda onlar danlatır bizə. İndi göstərəcəm sizə. Mən danlat qoya o da atsın. Bunu verdim ben. Deməli millət, belə bir dənə yerə gəlmişik. Burada deməli adam zad öldürsələr heç kimin xəbəri olası deyil. Ramk babada qabaqda gedib bilmirəm düşür yoxsa yox deyə zoomlayıram. Deməli çayxanadan indi çıxmışıq biz saat 1:55. Hələ də yoldayıq, görüşərik. Qaqa buradan Xan qışlağına nətər geyirik? Bir dənə xəbər verin. Həm oğlu. Gəldik çatdıq balıq tutacağımız əraziyə. Bura fısıllıqda gördüyünüz kimi. Bir dənə heç nə görsənmir. Millət, deməli gəldik çatdıq balıq tutacağımız yerə axır ki, niyə səssiz danışıram deyim, çünki balıqlar hər səsi istədiklərinə görə üşüyürəm açığın deyim. Çox danışamıram, əllərim səmzimlər gördüyünüz kimi. Amma ki bir dənə qəşəng mənzərə var, bilmirəm videoda görünər, görünməz. Bir dənə mənə ver kameranı. Bilmirəm görünür, görünmür. Bax bir dənəsi misal üçün görünür. Bax azmaz görünür. Şəklini qoyacağam. Deməli gecə bir dənə də olsun balıq gəlmədi. Neysə uzanım yatdım. İbrahim də arxada yatıb, mən qabaqda, Həsən də arxada. İçində çıxmışıq market axtarırıq. Oydan. Nətər yatmışamsa. Gözlərimə bax bir dənə allergiyan da vaxtı, vapşe betər. Bəli dostlar, arxeoloji qazıntılar nəticəsində 1990-cı illərə aid olan, ala yıxılmışdım. 1990-cı illərə aid olan bir ədəd dinozavr fosil tapmışıq. Bir dənə çək buranı. Dən görüm. Bəli, bu gördüyünüz kimi dişi nədir bu? Adı yadıma çıxdı. Sifətini sevir. Dişi çaqqallo krokodillo skeletidir. Allah sifətini sevir. Və buyurun baxa bilərsiniz özünüzdə. Ayağımız. Yaxşı bax. Belə bir şeydir. O qədər xoşbəxt ki gülümsüyür kameramıza. Lap yaxşı. Hal-hazırda saat neçədir bir dənə baxım. Saat 13:16 və biz hələ də bir ədəd də olsun balıq tuta bilməmişik. Bizim bəxtimizə Zor, bax da. əladır.
Nə olub sənin bir kefsən? Neyse qaqa. Bakıdan basa-basa Neftçiyə gəlmişik. Hələ boş qayıdırıq Bakıya təzədən. Nə demirsən ki? Bir şey elə ki yoxdur. O boyda da getdik, qurtuzad aldıq. Yem aldıq, heç bir şey yoxdur. Videonun sonunda 48 litr benzin işlədərək 190 manat raskotumuz çıxaraq əli boş Bakıya geri qayıtdıq. Videonu bura qədər izlədinizsə kanala abunə olub, like atıb şərhdə öz fikirlərinizi bölüşməyi unutmayın. Gələn videolarda görüşənədək.